edirik. Böyük Qayıdış proqramının icrası davam etdirilir. Bugün Ağdərə rayonunun Çıldıran, Aşağı Orataq, Heyvalı, Çapar və Həsənriz kəndləri, həmçinin Xocavənd rayonunun Xocavənd və Cəbrayıl rayonunun Horovlu kəndləri növbəti sakinlərini qarşılayıblar. Bugün Ağdərə rayonunun 5 kəndinə növbəti qayıdış olub. Çıldıran, Aşağı Orataq, Heyvalı, Çapar və Həsənriz kəndlərinə ümumilikdə 201 nəfərdən ibarət 41 ailə qayıdıb. Çox xoşbəxt. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah devlətimizi qorusun. Bizə buradan ev veriblər, gəlmişik öz vətənimizə. Xocavənd rayonunun Xocavənd kəndi də növbəti sakinlərini qarşılayıb. Bu mərhələdə kəndə 36 nəfərdən ibarət 11 ailə qayıdıb. Mən öz elimə, ovama gəlməyinə çox sevinirəm. İnanırsınız, ilk dəfə mən bura gələndə gözlərimin o qədər yaşaqdı ki, özümü saxlaya bilmədim. Yəni bu günə şükür ki, gəldik öz elimizdə, öz vətənimizdə oluruq. Mənim 54 yaşım var. Mən gənc vaxtımda bu Qarabağdan getmişəm. Amma bugünkü gün o qədər çox sevincimin həddi hüdudu yoxdur. Daha 30 ailə isə Cəbrailin Horovlu kəndinə qayıdıb. Uzun illərdən sonra doğma yurda qovuşan sakinlər sevinç və qürur hissi yaşayırlar. Uzun illər həsrətini çəkdiyimiz günləri yaşayırıq deyir bütün keçmiş məcburi köçkünlər. Buna görə də xoşbəxtdirlər. Qayıtdıqları şəhər və kəndlərdə yaradılan yüksək səviyyəli şərait onları daha da fərəhləndirir. Rəşidə Zülfüqarova, Elgün Qəmbərov, Günel Habil qızı, ASTV xəbər.